Bizim burada değerli şərqşünasımız var, Ümman Əliyev. Bizim keçən dəfə podkastımız da oldu Ümman bəylə və çox bəyənildi. Tarix və peyğəmbərlər haqqında. Həqiqətən Ümmanın araşdırmaları mənim çox xoşuma gəlir və əgər istəyirsə bu mövzuda, bu danışılan mövzuda çox qısa 5 dəqiqəlik bir əlavəsini eləsin. Ondan sonra artıq kimlərinsə sualı varsa suallarını verə bilər və sonra artıq yavaş-yavaş yekunlaşdırır. Bu məclisdə nə qədər iştirak edən qardaşlar var, alimlərimiz var. Hamınıza dərin təşəkkürümü bildirirəm. Ziya qardaşın dediyi kimi, keçən səfər podkast çəkilişimizdə tarixdə peyğəmbərlər mövzusunda bir video çəkmişdik. Çox əfsuslar olsun ki, indiki vaxtda bəzi firqələr var da, peyğəmbərlərin bir növ inkar eləməyə qalxırlar. Hətta bəziləri Məhəmməd peyğəmbərin sallallahu aleyhi və səlləmin bir növ mövcudiyyətini bir növ inkarləməyə başladılar. Ondan sonra qədimlərdən məsələn İbrahim peyğəmbər, Musa əleyhissalamı inkar elədilər. Mən bir rivayətə rast gəlmişəm Həzrət Əli əleyhissalamdan. Həzrət Əli əleyhissalama sual verdi. Şamlı bir kişi idi, yəni Suriyadan gəlmişdi həmin şəxs. İmam Əliyə sual verir Küfədə. Deyir, ya əmirəl-müminin, ey möminlərin ağası, o hansı peyğəmbərlərdir ki, o peyğəmbərlərin 2 dənə adı var. Yəni, məhşur olanda, yəni 2 dənə adı var. Həzrət Əleyhisselam orada səhv eləmirəmsə xülasə qeyd edir. Xülasə qeyd edir, bir-bir sayır. Deyir, məsələn, biri Yuşa peyğəmbərdir, Musa peyğəmbərin vəsisidir. Quranda Zülkifil adı ilə tanınır. Biri Yunus peyğəmbərdir, Quranda Zünnun deyərlər, balıq sahibi. Ondan sonra İsa peyğəmbəri deyir. İsa peyğəmbərin bir adı Məsihdir, bunu məs edən, şəfa verən mənasında. Bizim peyğəmbərimizə çatanda deyir ki, Muhammed və Əhməddir, sallallahu aleyhi və aleyh. Ondan sonra Yaqub peyğəmbəri deyir ki, Yaqub peyğəmbərin ikinci adı İsraildir, yəni Allahın qulu mənasında, yəni qədim İbrani dilində o cürdür, İsrail kəlməsidir ki, 3 kəlmədən tərkibdir. İsrail, İs-xalis mənasında, Ra qul mənasında, İl Allah mənasında, Allahın qulu deməkdir. Hətta bəzi araşdırmacı alimlər deyirlər ki, Misir mədəniyyətində günəş tanrısı Ra deyildikdə Yaqub peyğəmbər qəsd olunur. Necə ki, Yusuf surəsində də var. Yusuf əleyhissalam deyir ki, mən bir yuxu gördüm, günəş, ay və 11 ulduz. Günəş Yaqub peyğəmbərə işarədir, aydan məqsəd Yusuf əleyhissalamın anasıdır, 11 ulduz onun qardaşlarına işarədir. Və Yahudilərin də bir ulu babası Yahuda deyirlər də, yəni Yusuf peyğəmbərin qardaşlarının adı Yahuda idi, yəni bu bir nəsildirlər. Yəni ilahiləşdiriblər də, peyğəmbərləri ilahiləşdiriblər. Məsələn, Osiris deyirlər Misir mədəniyyətində, deyirlər o İdris peyğəmbərə işarədir. Məsələn, Yunan mədəniyyətində Hermes deyilir və yaxud Brahmanizmdə Brahma İbrahim əleyhissalama işarədir. Bir də orada Əli əleyhissalam bir nəfərində adını çəkir orada deyir. Biri Xızır peyğəmbərdir ki, onun ikinci adı İrmiyadır. Çox maraqlıdır ki, Xızır əleyhissalamın Azərbaycana gəlməsi haqqında rivayətlər var. Məsələn, Xəzər dənizi deyildikdə alimlərdən bir qismi deyir ki, Xızır dənizidir əslində. Urmiya gölü deyildikdə İrmiya gölüdür. Bəzi ona Ərmiya da deyirlər, Urmiya da deyirlər, İrmiya da deyirlər. Orada fəthə, zəmmə, kəsrə məsələsi var. Və məşhurdur ki, Musa peyğəmbərin də Azərbaycana gəliş məsələsi var. Azərbaycana gəlir ki, 2 dənizin qovuşduğu yer. Bir qism alimlər buyurubdular ki, Xəzər dənizi əvvəl 2 dənizdən ibarət olur. Biri Oğuz dənizidir, biri Hun dənizidir. Quzğun dənizi olub əvvəl. Orta hissə quru sahəsi olub, yəni Bakı ilə Türkmənistan arasında, yəni neçə 100 il bundan qabaq. Sonradan suyun səviyyəsi qalxır və həmin o quru sahə itir. Bir də ikinci bir nəzər də var, Məcmuul Bəhreynin Məcmuul Nəhreyn mənası var, 2 çayın birləşdiyi yer. Təfsir kitablarında deyirlər ki, o Əl-Kur və Ərrəs çayıdır. Rivayətdə belə gəlir də, Əl-Kur və Ərrəs, o da deyir ki, Yəsubbən iləl-Bəhr, dənizə tökülən
yer mənasında, yəni ittifaq olca Şirvan ərazisində görüşüldü. Yəni peyğəmbərlərə bir növ rivayətlərdə işarələr var. Necə ki, Əli əleyhissalam ki, deyir, Xızır dənizi, Urmiya gölü ki, əlaqəsi var bunun. Bir də mən bir məsələ qeyd etmək istəyirəm. Tarixdə bir də görürsünüz ki, bəzi yanlış rivayətlər də nəql olunur. Məsələn, tarixdə məşhurdur da, məsələn, deyirlər ki, ilk dəfə pul məsələsi kəşf olunur, Lidiyalılar kəşf edibdirlər. Lidiya kralı Krezusla onu əlaqələndirirlər. Dinar və ya dirhəm, yəni qızıl pul və gümüş pullar sistemi. Amma həmin o Şamlı kişi, o Suriyadan gələn Şamlı kişi Həzrət Əliyə suallar verəndə orada çox suallar verir ki, uzun bir rivayətdir. Şeyx Səduqun İləlü Şərai kitabındadır. Orada İmam Əliyə sual verir ki, ilk dəfə pulu kim kəşf elədi, pulu ortalığa çıxardan. Orada Əli əleyhissalam ərəbcə belə bir söz deyir. Deyir, əvvəlu mən vada'a səkəkət dənanir və dərahim. Əli əleyhissalam deyir ki, tarixdə ilk dəfə olaraq dinar və dirhəm, yəni o pul sikkələrini bir növ vəz edən Nəmrud oldu. Nəmrud da kimdir? Babil kralıdır. Bəzi mənbələrdən Naramsin də deyirlər. Həzrət İbrahim Peyğəmbərin dövründə yaşayıb ki, bu pul sistemini gətirdi. İndi bu pul sistemindən qabaq hansı sistem olub? Alimlər ki, Türkdə takas deyirlər ona, barter, mübadilə deyirlər də. Yəni, məsələn, deyək ki, bir nəfərin evində, deyək ki, keçidir, bir nəfər də, məsələn, qoyundur, onu əvəz edirdilər. Məsələn, deyək ki, misal babından da, deyək ki, bir nəfərin evində bir əşya var, o əşyanı başqa bir əşyanı əvəz edirdilər. Yəni, ticarət bu cür olurdu. Amma Nəmrudun dövründə artıq pul sistemi yarandı və həmin o barter məsələsi aradan qalxdı. İndi biz burada baxırıq ki, tarixdə, məsələn, deyirlər ki, Lidiyalılar kəşf ediblər, düzdür. Amma Həzrət Əlinin biz rivayətinə baxırıq, Babillilər bir növ kəşf edibdir. Yəni, baxırsınız ki, tarixlə rivayətin toqquşduğu yer var. İndi biz burada hansına üstünlük verəcəyik? Məsələn, bir adam, məsələn, deyək ki, bir ateist bir insandır. Sözsüz ki, ateist mövqeyi ilə bu tarixi məsələyə üstünlük verəcək. Amma müsəlman mövqeyi ilə, yəni mömin, iman gətirən şəxs orada Həzrət Əlinin sözünə üstünlük verir. Yəni, pul sistemi Babillilər tərəfindən yarandı. Və tarixdə də deyirlər, ən qədim sivilizasiya, yəni mədəniyyət Mesopotamiya mədəniyyəti də deyilir ki, oradan bir növ yaranıbdır, yəni digər mədəniyyətlər. Hətta Avropalı alimlərdən biri var, Avropalı yazıcıdır, səhvləməsə ya Amerikalı ya da Avropalı olmalıdır. Satışda onun kitabı da var, George Clayson deyirlər, o bir kitab yazıb, Babilin ən varlı adamı. Yəni, baxırsınız ki, ola bilər də bəzi Avropalı alimlər bəlkə nəzəri ola bilər, deyək ki, məsələn, pul sistemi Mesopotamiyada yarandı. Mən bu misalı nəyə görə çəkdim? Yəni, araşdırma apararkən baxırsınız ki, rivayətlərin, hədislərin bir növ, yəni tarixi mənbələrə nisbətən üstünlüyü var. Məsələn, Həzrət Əlinin biz elmindən danışası olsaq, Əli əleyhissalam, yəni əqidəmiz budur ki, Həzrət Əli qeyb elmindən xəbərdardır. Yəni, Muhammed Peyğəmbərin vəsisidir. Necə ki, Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh ilahi vəhiy vasitəsilə insanlara elmi çatdırırdı. Həzrət Əlidə də o qeyb elmi var. Peyğəmbərlərdə qeyb elmi vəhiy vasitəsilə gəlir, imamlarda ilham vasitəsilə gəlir. Ki, bu rivayətlərdə mövcuddur. Bir də bir məsələ qeyd edeyim. Samir müəllim, bir də Araz müəllim, Allah özürdən istəyirsə, Allah qorusun onları. Azərbaycanda Əhl-i Beyt məsələsində Şah İsmaili bir qabağa verirlər. Allah ona rəhmət eləsin, yəni o bir elə bir xidmətlər edib Əhl-i Beyt əleyhissalam yolunda. Diqqət edirsiniz ki, Əhl-i Beyt məzhəbi deyəndə birinci Şah İsmailin adı gəlir. Yəni Allaha qurban, bu hər insana nəsib olmur, yəni görün necə xidmətlər edibdir. Amma orada bir məsələ var ki, Əhl-i Beyt məzhəbinin bir növ İslam, yəni Azərbaycanda yayılması ki, onu 12 imam məzhəbi deyirlər. Şah İsmaildən qabaq da hökmdarlar olub ki, onlar da Əhl-i Beyt məzhəbini olub. Məsələn, Teymurlənk deyirlər. Şah İsmail Xətainin, ki, Allah rəhmət eləsin, Sultan Səlimə yazdığı məktubların birində ki, Samid müəllim öz
əsərində də qeyd edib ki, orada Teymur Lənkdən danışır. Əmir Teymurun devrindən danışır. Biz buradan nə başa düşürük? Hətta bəzi alimlər deyirlər ki, Əmir Teymurun özünün də bir növ Əhl-i Beyt məzhəbindən olduğunu deyirlər. Ki, o Bağdadı fəth edəndə alimlər deyirlər ki, o özünü Həzrət Əlinin nökəri qərar verdi. Hətta orada belə bir cümləsi də var. Deyir, mən Hüseynin intiqamını Yezidin nəslindən alacaqam. O zaman Şam əhli nasiblər idi, o Əhl-i Beyt düşmənləri idi Şam əhli. Və Teymur Lənk gəlir Şamı fəth edəndə, orada nasibləri bir növ qətl edir. Yəni Əhl-i Beyt düşmənlərini bir növ qətl edir. O şəxslər ki, Əhl-i Beyti təhqir edirdilər, Əhl-i Beyti pisləyirdilər, onlarla bir növ savaşır. Teymur Lənkdən də qabaq Hülakülər devri olub. Məsələn, Xacə Nəsrəddin Tusinin dövrü var, Allah rəhmət eləsin, ona Molla Nəsrəddin də deyirlər. Molla bir növ alim mənasındadır, Əl-Movla sözündəndir. Böyük alim olub, Azərbaycanlıdır, Türk alim deyirlər. Hülakü xan kimi qəddar bir adamı İslam'a gətiribdir. Yəni, o vaxt İslam alimləri, o Bağdadı ki, o zəbt edəndə nə qədər alimlər qılıncdan keçirildi. Deyirlər, Dəclə çayı bir dəfə qırmızı axdı alimlərin qanı ilə. Bir dəfə qara rəngdə axdı, yəni kitabların mürəkkəbi ilə. Molla Nəsrəddinlə, yəni Xacə Nəsrəddin Tusi ilə Hülakü xan qabaq-qabağa gələndə aralarında bir diyaloq baş verir və həmin bu diyaloq nəticəsində də Hülakü xan İslamı qəbul edir. Hətta səhv eləmirəmsə, deyəsən Zəhəbinin kitabında olmalıdır. Tarixül İslam kitabında deyir ki, Əsləmə Hülakü, Hülakü İslamı qəbul edir. Hətta orada bəzi alimlər təəccüblə yazırlar. Deyirlər, biz təəccüb edirik, İslam alimləri deyir. Deyir, necə olur ki, Hülakü kimi qəddar bir adam, yəni qan tökən bir adam, yəni qırıb səbsə gedir də, yəni İslamı qəbul edir. Bu da kimin vasitəsindəndir? Azərbaycanlı, Türk, Əhl-i Beyt məzhəbinin alimi olan Molla Nəsrəddin Tusinin sayəsində o İslamı qəbul edir. Hülakülərdən də qabaq ki, Azərbaycanda, daha doğrusu Azərbaycanın cənubunda Qüveydilər dövlət edirlər, onlar Ali Buyədirlər ki, milliyyətcə farslılar, amma onlar da Əhl-i Beyt tərəfdarı olurdular. Ondan qabaq, məsələn, Babəkin dövrü qeyd edirlər. Məsələn, Babəklə, ki, mən bunu bir tarixçidən eşitmişdim, səhv Ceyhun Bayramlı olmalıdır, səhv eləmirəmsə, Babək şünas idi, hətta tarixçi Kərəm Məmmədovdan onun videoları var. Orada deyir ki, Babəklə İmam Rıza əleyhissalam arasında deyir, məktublaşmalar olub. Hətta belə bir nəql var ki, İmam Rıza əleyhissalam dünyasını dəyişdiyi tarix 819-cu ildədir. Və çox maraqlıdır ki, Babək hakimiyyətə gələndə 816-cı ildə hakimiyyətə gəlir və çox maraqlıdır ki, 816-dan 19-a kimi bir dənə qiyam qaldırmır. Yəni, çox maraqlıdır, hakimiyyətə gəlib, ondan qabaq qiyamlar olur Xürrəmlərin. Babək niyə görə 4 il gözləyir? 816-da qiyam yoxdur, 17-də qiyam yoxdur, 18-də qiyam yoxdur. Babəkdə səs çıxmır. 819-cu ildə, bunu tarixçilər deyirlər ki, İmam Rıza əleyhissalam şəhadətə uğrayandan sonra deyirlər ki, Babəkin ilk müharibəsi ondan sonra başlayır. Ki, orada səhv eləmirəmsə, ya 80 döyüş olmalıdır, Həmədan döyüşü ki, onların xilafət ordularını məğlub edir. Və nəhayətində də Möhtəsimin dövründə o bölünüb qətl olunur. Ondan qabaqki dövrlərdə də məsələn, Cavanşirin dövrü gəlir, elə o ilə xitam edirəm. Məsələn, Cavanşirin dövrünə baxanda görürük ki, Həzrət Əlinin hakimiyyət dövrü hansı hakimiyyət dövrüdür? 656-661. Və çox maraqlıdır ki, Cavanşir ərəblərlə müharibə edir 656-cı ilə qədər. Qadisiyyə döyüşüdür ki, Samid müəllim qeyd eləmiş ki, Ktesifon döyüşü və Həzrət Əlinin dövrünə gələndə çox maraqlı, Cavanşirlə ərəb xilafəti arasında bir müharibə olmur. Həzrət Əlinin şəhadətindən sonra, yəni 661-də ki, Həzrət Əleyhisselam şəhadəti uğrayır, ondan sonra Cavanşirlə xəlifə Muaviyyə arasında döyüş baş verir. Yəni, burada nə başa düşülür? O 4 il ərzində baxdınız ki, Cavanşir ərəblərlə müharibə eləmir. Hətta mən bir neçə
tarixçilərdən belə bir şey eşitmişəm ki, müəyyən ehtimallar irəli sürürlər. İndi o mən dəqiq bilmirəm, amma yəni ehtimallar irəli sürürlər ki, Cavanşirlə Həzrət Əlinin arasında bir növ məktublaşma ehtimalı var deyirlər. Tam dəqiq bilmirəm, yəni ola bilər ki, Cavanşir bəlkə deyirəm, amma yəni dəqiq deyil, yəni bəlkə deyirəm, ola bilsin ki, Həzrət Əlinin vasitəsi ilə də bir növ yəni, İslamı qəbul edə bilər. Yəni, Həzrət Əldən məşhur bir hədis var. Səfəvilər dövrü alimi Əllamə Məclisi Bihar Lənvardı gətirir bunu. Həzrət Əli deyib ki, labuddə lənə min Azərbaycan. Azərbaycan bizim üçün labüddür. Yəni, burada nə başa düşülür? Yəni, Həzrət Əlinin Azərbaycanla bir növ əlaqəsi var, yəni. Məsələn. Və burada iştirakçıların hamısına dərin təşəkkür bildirirəm. Üzrlü hesab edərsiniz, əgər vaxt üzrlü hesab edərsiniz, minnətdarım. Çox təşəkkür edirəm İmam bəydən maraqlı məlumatlar verdi və bir də şey məsələsini vurğulayam. Nəmrud dedində, düzdürmü Həzrət Əli deyir, İraq ərazisi. Mən bu hadisa 3-4 il əvvəl olmaz, 2 il əvvəl bir məqalə hazırlamışdım, araşdırma məqalə və onda çox maraqlı bir şeyin şahidi oldum. Məqalənin mövzusu anxronizm xətası idi Quranda. Yəni deyirdilər ki, Quran-ı Kərimdə Həzrət Yusufun dirhəmlə alındığı qeyd olunur, amma bu bir anxronizm xətasıdır, xronoloji bir xətadır. O dövrdə dirhəm olmayıb. Və mən o mövzunu araşdıranda çox maraqlı bir şeydən şahid oldum ki, əslində son tapıntılar, son 5-6 ilin tapıntısı göstərir ki, dirhəm pullar əslində düşünüldüyü kimi deyil, düşünüldüyündən bir 2000 il əvvələ aiddir və bunlar İraq ərazisində tapılıblar. Bu son, belə deyim də, Avropalı, Amerikalı alimlərin tapıntılarıdır, arxeoloji tapıntılardır. Və doğrudan deyirəm, mən Nəmrud hədisini birinci dəfədə işdirəm Həzrət Əlinin dediyi və çox üst-üstə düşür bu məsələ ilə. İraq ərazisindən düşür də, o da təxmini İraq, bəli. Yəni o dirhəmlər də İraq ərazisindən tapılmışdı ki, çox maraqlı bir nüans oldu mənim üçün. Mən bir də bütün spikerlərə təşəkkür edirəm, Rəşad bəyə təşəkkür edirəm, İmam bəyə təşəkkür edirəm dəyərli çıxışlarına görə.